Hər kəsə salam. Ayın son günü olan 30 iyun proqnozuna baxırsınız, uğurlar. Qoç. Qoçlar üçün bugün sanki uzun müddətdir dumanlı olan bir yolun birdən-birə tamamilə işıqlanması kimi bir his bəxş edəcək. Daxili enerjinizin pik həddə çatdığını hiss edəcəksiniz, lakin bu enerjini harada və necə xərcləyəcəyinizi doğru seçməlisiniz. Marsın təsiri sizə böyük bir cəsarət verir, lakin bu cəsarətin kör-körənə inadkarlığa çevrilməsinə icazə verməyin. Bugün həyatınızın idarəsini tamamilə əlinizə almaq üçün mükəmməl bir zamandır. Bugün emosional dünyanızda vulkanik bir canlanma var. Əgər subaysınızsa, tamamilə gözlənilməz bir məkanda, bəlkə də bir işgüzar görüşdə və ya sadə bir qəhvə növbəsində, baxışların toqquşması ilə başlayan maraqlı bir dialoq yaşaya bilərsiniz. Qarşı tərəfə ötürdüyünüz xarizma və özünə inam olduqca cəlbedicidir. Münasibəti olan qoçlar üçün isə bugün tərəfdaşınızla gələcək planları müzakirə etmək üçün idealdır. Uzun müddətdir ürəyinizdə saxladığınız, bəlkə də inciklik yaratmış kiçik detalları səmimi şəkildə masaya yatıra bilərsiniz. Mübahisə etmək yox, anlamaq niyyəti ilə yanaşsanız, münasibətinizi tamamilə yeni və daha möhkəm bir mərhələyə daşıyacaqsınız. Partnyorunuza bugün onun sizin üçün nə qədər dəyərli olduğunu xırda bir jestlə də olsa hiss etdirin, çünki bəzən böyük sözlərdən ziyada kiçik diqqətlər unudulmaz olur. İş həyatında bugün sizin parlama gününüzdür. Rəhbərlik və ya tərəfdaşlar tərəfindən irəli sürülən çətin tapşırıqlar hər kəsi çəkindirsə də, siz ön plana çıxmaqdan qorxmayacaqsınız. Yaradıcı ideyalarınız və layihələrə fərqli baxış bucağınız ətrafdakıların diqqətini cəlb edəcək. Xüsusilə komanda işlərində liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün şanslarınız yüksəkdir. Lakin yadda saxlayın ki, hər şeyi tək başına etməyə çalışmaq sizi günün sonunda tükəndirə bilər. Tapşırıqları bölüşdürməyi və həmkarlarınızın da fikirlərinə hörmətlə yanaşmağı bacarmalısınız. Əgər yeni bir iş təklifi və ya layihə üzərində düşünürsünüzsə, bugün ilkin danışıqlar aparmaq və strateji addımlar atmaq üçün kosmik enerji tamamilə sizin xeyrinizə işləyir. Özünüzə inanın, çünki bugün zəkanız və iddialarınız mükəmməl bir harmoniya təşkil edir. Maliyyə məsələlərində bugün instinktlərinizə güvənə bilərsiniz, lakin tamamilə emosional alış-verişlərdən qaçmaq şərtilə. Uzun müddətdir investisiya etmək istədiyiniz bir sahə varsa, bugün həmin sahəni dərindən araşdırmaq və real rəqəmlərlə hesablama aparmaq üçün çox uğurludur. Gözlənilməz bir yerdən, bəlkə də keçmişdə etdiyiniz bir köməkliyin qarşılığı olaraq və ya köhnə bir borcun qaytarılması şəklində, büdcənizə əlavə gəlir daxil ola bilər. Bugün pulla bağlı qərarlar verərkən tələsməyin. Alacağınız hər hansı bir bahalı əşyanın həqiqətən ehtiyac, yoxsa sadəcə anlıq bir həvəs olduğunu özünüzə sual edin. Maddi durumunuzu sabit saxlamaq üçün gəlir-çıxar balansını qorumaq bugünün əsas tapşırığıdır. Gələcəyə yönəlik kiçik qənaətlər tezliklə sizə böyük qapılar açacaq. Fiziki olaraq özünüzü enerjili hiss etsəniz də, bugün daxili gərginlik və stres fonunda yaranan baş ağrılarına qarşı diqqətli olmalısınız. Çox sürətli templə hərəkət etmək bədəninizi vaxtından əvvəl yorur. Gün ərzində mütləq təmiz havada qısa gəzintilərə vaxt ayırın və su istehlakını normada saxlayın. Xüsusilə onurğa və boyun nahiyəsində yaranacaq gərginliyi azaltmaq üçün yüngül dartınma hərəkətləri etmək faydalı olacaq. Mental sağlamlığınızı qorumaq üçün isə axşam saatlarında rəqəmsal dünyadan, telefon, sosial şəbəkələr, biraz uzaqlaşıb, sakitlikdə kitab oxumaq və ya musiqi dinləmək ruhunuza çox yaxşı təsir edəcək. Bədəninizin siqnallarına qulaq asın, o sizə nə vaxt dincəlmək lazım olduğunu onsuz da pıçıldayır. Buğa. Buğalar üçün 30 iyun 2026 il sanki uzun müddətdir əkilən toxumların torpağın altından baş qaldırdığını görmək kimi bir gün olacaq. Həyatınızda stabillik, güvən və rahatlıq axtarışınızın pik nöqtəsinə çatırsınız. Kosmik enerjilər sizə daxili bir sakitlik bəxş edir, lakin bu sakitlik tənbəllik mənasına gəlməməlidir. Bugün qarşınıza çıxan fürsətləri real və praqmatik zəka ilə dəyərləndirmək qabiliyyətiniz hər zamankından daha güclüdür. Bugün emosional həyatınızda güvən və sədaqət anlayışları ön plana çıxır. Əgər uzun müddətli bir münasibətiniz varsa, partnyorunuzla aranızda olan bağların daha da dərinləşdiyini hiss edəcəksiniz. Bir-birinizə qarşı göstərdiyiniz xırda, lakin mənalı diqqətlər münasibətin təməlini daha da möhkəmləndirəcək. Bugün sevdiyiniz insanla bərabər ev mühitində sakit, xoş bir şam yeməyi yemək və ya gələcək ev planları qurmaq üçün əla zamandır. Hisslərinizi sözlərlə ifadə etməkdə çətinlik çəksəniz belə, baxışlarınız və hərəkətləriniz hər şeyi deyəcək. Subay olan buğalar üçün isə bugün keçmişdən gələn birinin qəfil mesajı və ya zəngi ilə maraqlı anlar yaşana bilər. Lakin ulduzlar sizə keçmişin köhnə xatirələrinə qapanıb qalmamağı, gələcəyə baxmağı tövsiyə edir.
Yeni bir insanla tanışlıq ehtimalınız da olduqca yüksəkdir. Xüsusilə sənət mühiti, mədəni tədbirlər və ya təbiət qoynunda keçirilən fəaliyyətlər zamanı kiminsə diqqətini tamamilə özünüzə çəkə bilərsiniz. Qarşı tərəf sizin daxili dincliyinizə və ağırbaşlılığınıza heyran qalacaq. İş həyatınızda səbirlə və addım-addım qurduğunuz strategiyanın bəhrəsini görməyə başlayırsınız. Bugün rəhbərliyin və ya iş ortaqlarınızın gözündə etibarlı, sözünə bütöv bir peşəkar imici çizəcəksiniz. Çətin və böyük məsuliyyət tələb edən layihələrin öhdəsindən soyuqqanlılıqla gəlməyiniz ətrafdakıların sizə olan hörmətini artıracaq. Əgər öz işinizi qurmaq və ya mövcud işinizi genişləndirmək planınız varsa, bugün hüquqi sənədləşmələr, müqavilələr imzalamaq və ya rəsmi qurumlarla danışıqlar aparmaq üçün çox əlverişlidir. Yeganə diqqət etməli olduğunuz məqam dəyişikliklərə qarşı göstərdiyiniz daxili müqavimətdir. İş yerində yeni bir sistem tətbiq oluna bilər və ya iş prinsiplərində yeniliklər tələb edilə bilər. İnaddan uzaq durub bu yeniliklərə tez adaptasiya olmağa çalışın. Çünki bu yeniliklər sizin gələcək karyeranızda sıçrayış nöqtəsi ola bilər. Kollektiv daxilində yaranan dedikodulardan və intriqalardan uzaq durmaq, yalnız öz işinizə fokuslanmaq bugün sizi negativ enerjilərdən tamamilə qoruyacaq. Maddi məsələlər bugün sizin ən güclü tərəfinizdir. Planetlərin düzülüşü büdcənizi idarə etmək, gəlirlərinizi artırmaq üçün sizə əla fürsətlər təqdim edir. Uzun müddətdir planlaşdırdığınız bir investisiya ideyası varsa, məsələn, daşınmaz əmlak, torpaq və ya uzun müddətli fondlar, bugün həmin sahədə real addımlar atmaq üçün professional məsləhətlər ala bilərsiniz. Maddi vəziyyətinizi daha da yaxşılaşdıracaq əlavə bir gəlir mənbəyi, köhnə bir layihədən gələn qonorar və ya bonus bugün cibinizi sevindirə bilər. Lakin lüks və rahatlığa olan sevginiz bugün büdcənizdə kiçik bir dəlik aça bilər. Ev dekorasiyası, bəzək əşyaları və ya bahalı gastronomik zövqlər üçün xərcləyəcəyiniz pulların miqdarını qabaqcadan təyin edin. Ehtiyacınız olmayan, sadəcə vizual olaraq gözünüzü oxşayan əşyalara pul xərcləməkdən çəkinin. Gəlir və çıxışlarınızı balanslaşdırmaqda ustad olan daxili səsinizi dinləyin, o, sizə hər zaman ən doğru iqtisadi yolu göstərir. Bugün fiziki sağlamlığınız ümumi olaraq stabil və güclüdür. Bədəninizin dözümlülüyü yüksək səviyyədədir. Lakin boğa bürcləri üçün boğaz, boyun və badamcıq nahiyəsi həssas zonadır. Soyuq içkilərdən və ya kondisioner qarşısında uzun müddət qalmaqdan qaçmalısınız. Maddələr mübadilənizin biraz yavaşladığını hiss edə bilərsiniz. Buna görə də bugün ağır, yağlı və xəmir xörəklərindən uzaq durub, lifli qidalara, göyərtilərə və təzə tərəvəzlərə üstünlük verməyiniz tövsiyə olunur. Mental cəhətdən daxili hüzurunuzu qorumaq üçün təbiətlə təmasda olmaq sizə möcüzəvi şəkildə təsir edəcək. Axşam saatlarında parkda ayaqyalın otların üzərində gəzmək, torpağın enerjisini hiss etmək bədəninizdəki bütün yorğunluğu və stressi sıfırlayacaq. Ruhunuzu dinləndirmək üçün sakit bir musiqi müşayiəti ilə aromaterapiya qəbul etmək də günün yorğunluğunu çıxarmaq üçün əla vasitədir. Əkizlər. Əkizlər üçün 30 iyun 2026-cı il sanki eyni anda bir neçə fərqli radio dalğanı tutmağa çalışan güclü bir qəbul edici kimi keçəcək. Zehniniz inanılmaz dərəcədə aktivdir, fikirlər beyninizdə işıq sürəti ilə fırlanır. Həyatınızın bu dövründə informasiya axını, ünsiyyət və yeni tanışlıqlar əsas hərəkətverici qüvvənizdir. Planetiniz Merkuri sizə mükəmməl bir natiqlik və insanları yola gətirmə istidadı bəxş edir. Bugün həm dəyişkən, həm də heyran edici dərəcədə intellektual tərəfinizi nümayiş etdirmək üçün ideal zamandır. Bugün sevgi həyatınızda sözlərin gücü hər şeydən üstündür. Əgər həyatınızda kimsə varsa, onunla uzun, dərin və fəlsəfi söhbətlər edərək ruhən yaxınlaşa bilərsiniz. Diyaloq zamanı yumor hissiniz və iti zəkanız partnyorunuzu sizə yenidən aşiq edə bilər. Lakin diqqətli olun, eyni anda həm onun problemlərini dinləməli, həm də fikrinizin başqa yerə yayılmasına icazə verməməlisiniz. Qarşı tərəf bəzən sizin rəqəmsal dünyada və ya öz fikirlərinizdə çox itdiyinizi düşünüb diqqətsizlikdən şikayət edə bilər. Bugün ona vizual və şifahi olaraq tam fokuslandığınızı hiss etdirin. Subay olan əkizlər üçün isə bugün sosial şəbəkələr, onlayn platformalar və ya dost məclisləri əsl fürsət meydanıdır. Bir bəyənmə və ya qısa bir şərh tamamilə ağlınızı başınızdan alacaq bir eşq macərasının başlanğıcı ola bilər. İnsanlarla çox asanlıqla ortaq dil tapırsınız. Zəkanızla qarşı tərəfi tilsimləmək sizin üçün uşaq oyuncağıdır. Yeganə xəbərdarlıq, anlıq emosiyalarla hər kəsə eyni ümidləri verməyin, hisslərinizdə biraz daha seçici və net olmağa çalışın. İş və təhsil həyatında bugün multitask, eyni anda bir neçə işi görmək, bacarığınız pik həddə çatacaq.
Eyni anda həm mailləri cavablandıra, həm layihə yaza, həm də vacib bir telefon danışığı apara bilərsiniz. Xüsusilə media, marketinq, proqramlaşdırma, rəqəmsal məzmun yaradıcılığı və ya ticarətlə məşğul olan əkslər üçün bugün böyük müqavilələr və yeni əməkdaşlıqlar gətirə bilər. Təqdimat etmək və ya ideyalarınızı komandaya qəbul etdirmək istəyirsinizsə, arqumentləriniz o qədər güclü olacaq ki, heç kim sizə yox deyə bilməyəcək, lakin zehni dağınıqlıq və diqqət əskikliyi bugünün ən böyük tələsidir. Çox sayda layihəyə eyni anda başlamaq istəyi, onların heç birini bitirə bilməmək riski yaradır. İşlərinizi prioritet sırasına görə düzün. Hər hansı bir sənədi imzalamazdan və ya mühüm bəyanat yaymazdan əvvəl kiçik detalları 2 dəfə yoxlayın. Tələsik qərarlar və gözaltı edilən kiçik bəndlər sonradan baş ağrıda bilər. Strategiyanızı netləşdirin və enerjinizi parçalamayın. Maliyyə sahəsində bugün həm qazanc, həm də xərc baxımından olduqca dinamik bir mənzərə var zehni layihələriniz. İdeyalarınız və ya göstərdiyiniz konsultasiya xidmətləri sayəsində gözlənilməz maddi daxil olmalar yaşaya bilərsiniz. Pul qazanmağın alternativ yollarını tapmaqda bugün çox yaradıcısınız. Bəlkə də köhnə bir rəqəmsal aktiviniz və ya sosial media fəaliyyətiniz sizə gəlir gətirməyə başlayacaq. Digər tərəfdən, rəqəmsal alış-veriş saytları bugün sizin üçün böyük bir imtahan ola bilər. Texnoloji gadgetlər, kitablar, kurslar və ya sadəcə anlıq axına qoşularaq aldığınız xırda-pördə əşyalar büdcənizə ciddi təsir edə bilər. Pul xərcləməzdən əvvəl buna həqiqətən hazırda ehtiyacım var, yoxsa sadəcə maraq dairəmdədir, sualını özünüzə verin. Maddi balansınızı qorumaq üçün rəqəmsal cüzdanınızı bugün biraz nəzarətdə saxlamaq faydalıdır. Bu qədər yüksək zehni aktivlik daxili bir gərginlik və sinir sistemi yorğunluğu yarada bilər. Bugün əkizlər bürcləri üçün ən böyük problem yuxusuzluq və ya beynin daxilində səs-küyün bitməməsidir. Axşam saatlarında beyninizi tamamilə boşaltmaq üçün meditasiya, nəfəs məşqləri və ya heç bir şey düşünmədən sadəcə qaranlıq oda dincəlmək sizə çox kömək edəcək. Fiziki olaraq isə ağciyərlər, əllər və qollar bugün daha həssas ola bilər. Havasız məkanlarda uzun müddət qalmamağa çalışın, işlədiyiniz otağı tez-tez havalandırın. Həddindən artıq kofein qəbulu sinirlərinizi daha da tarıma çəkə bilər, ona görə də qəhvə və çay yerinə çoban yastığı və ya melisa kimi sakitləşdirici bitki çaylarına keçid etmək bugün üçün ən doğru sağlamlıq seçimidir. Xərçəng. Xərçənglər üçün 30 iyun 2026 il öz daxili dünyalarına boylanmaq, emosional bünövrələrini bərkitmək və həyatlarında kimin ya nəyin həqiqətən dəyərli olduğunu anlamaq üçün möhtəşəm bir gündür. Günün ümumi enerjisi sizə güclü bir intuitiv duyğu bəxş edir. Bugün sanki ətrafınızdakı insanların sözlərini deyil, birbaşa niyyətlərini oxuyacaqsınız. Ayın qoruyucu enerjisi altında özünüzü həm həssas, həm də daxilən inanılmaz dərəcədə güclü hiss edə bilərsiniz. Müdafiə mexanizmlərinizi bir kənara qoyub, həyata ürəyinizi açmağın vaxtıdır. Bugün emosional münasibətlərinizdə tam mənası ilə bir səmimiyyət və şəfqət ruzigarı əsir. Əgər həyatınızda kimsə varsa, partnyorunuzla keçmişdə yaşanan inciklikləri və anlaşılmazlıqları tamamilə silmək üçün unikal bir fürsət yaxalayacaqsınız. Bugün ona baha dəyərli hədiyyələr vermək yox, sadəcə yanında olduğunuzu, onu hiss etdiyinizi və anladığınızı göstərmək kifayətdir. Evinizdə isti, hüzurlu bir atmosfer yaradaraq bərabər keçirəcəyiniz dəqiqələr aranızdakı mənəvi bağı görünməz iplərlə daha da sıx bağlayacaq. Hisslərinizi gizlətməyin, çünki bugün daxili dünyanızı bölüşmək sizə yalnız xoşbəxtlik gətirəcək. Subay olan xərçənglər üçün isə daxili maqnetizmin bərk vurduğu bir gündür. İnsanlar sizin isti, anaç və güvən verici enerjinizə doğru çəkilirlər. Uzun müddətdir sizə gizli heyranlıq bəsləyən birinin bugün rəsmi olmayan, səmimi bir mühitdə öz hisslərini eyhamlarla da olsa büruz verdiyini müşahidə edə bilərsiniz. Qarşı tərəfə şans verməkdən qorxmayın, lakin eyni zamanda illüziyalara qapılmadan qarşınızdakı insanı real xüsusiyyətləri ilə tanımağa çalışın. Ruhunuzu oxşayan, sizə dinclik verən münasibətlərin təməli məhz bugün atıla bilər. İş həyatında bugün məntiqinizlə instinktlərinizin mükəmməl sintezini yaradacaqsınız. Kollektiv daxilində yaranan gərginlikləri və krizisləri öz empatiya bacarığınızla həll etmək missiyası sizin üzərinizə düşə bilər. İnsanlar sizə güvənir və məhz buna görə də rəhbərlik vacib məsələlərdə sizin fikrinizi öyrənməyə can atacaq. Əgər dizayn, psixologiya, insan resursları, otelçilik və ya qida sektoru kimi birbaşa insan faktoru ilə bağlı sahələrdə çalışırsınızsa, bugün fəaliyyətinizin ən məhsuldar və uğurlu günlərindən birini yaşayacaqsınız. Lakin iş mühitində başqalarının negativ emosiyalarını və stressini öz üzərinizə çəkməkdən qaçmalısınız. Peşəkar həyatla şəxsi emosiyalarınız arasında qalın bir sərhəd çəkməyi bacarın.
Kimsə işini düzgün görməyibsə, bunu şəxsi bir təhqir kimi qəbul etməyin. Bugün yeni layihələrə imza atmaq və ya gələcək üçün strateji planlar qurmaq istəyirsinizsə, daxili səsinizin sizə dediyi doğru zaman xəbərdarlığını gözləyin. Tələsmədən arxa planda işləri qaydasına salmaq bugün sizi daha çox qabağa aparacaq. Maliyyə məsələlərində bugün qoruyucu və ehtiyatlı davranmaq instinktiniz ön plandadır. Büdcənizi sığortalamaq, gələcək ayların xərclərini hesablamaq və yığım etmək üçün əla gündür. Ailə daxilində ortaq mülkiyyət, miras və ya daşınmaz əmlakla bağlı məsələlər varsa, bugün bu barədə müsbət və hər iki tərəfi qane edən xəbərlər ala bilərsiniz. Evinizə, yuvanıza investisiya etmək, məsələnin maddi tərəfindən çox sizə gətirəcəyi daxili rahatlıq baxımından əhəmiyyətli olacaq. Digər tərəfdən, emosional boşluqları doldurmaq üçün alış-veriş etmək meyilliyinizə diqqət yetirin. Bəzən keyfiniz olmayanda və ya özünüzü təhlükədə hiss edəndə lazımsız əşyalara pul xərcləyə bilərsiniz. Bugün xərclərinizi vizual siyahıya salmaq və yalnız reallıqda sizə fayda verəcək şeylərə yönəlmək maddi durumunuzun sabitliyini qoruyacaq. Həmçinin yaxın ətrafınızdan kiməsə borc vermək məsələsi gündəmə gələrsə, öz büdcənizi çətinliyə salmayacaq limitlərdə qalmağa çalışın. Sağlamlıq baxımından bugün həzm sistemi və mədə nahiyəniz xüsusi diqqət tələb edir. Stres və emosional dalğalanmalar birbaşa mədənizə vura bilər. Buna görə də gün ərzində fast food, həddindən artıq acı və ya asidli qidalardan qətiyyətlə uzaq durmalısınız. Ev üsulu hazırlanan yüngül və sulu yeməklərə üstünlük vermək bədəninizə rahatlıq bəxş edəcək, mental olaraq isə suyun müalicəvi gücündən istifadə etmək sizə çox yaxşı təsir edəcək. Günün sonunda ilıq bir duş qəbul etmək, dəniz kənarında gəzintiyə çıxmaq və ya sadəcə sakit mühitdə su səsi dinləmək bədəninizdə yığılmış bütün neqativ yükləri yuyub aparacaq. Ruhunuzu dincəltmək üçün özünüzü mühakimə etməyi dayandırın və keçmişin yükünü gələcəyə daşımamağa söz verin. Şiir. Şirlər üçün 30 iyun 2026-cı il səhnəyə çıxmaq, öz gücünü, parlaqlığını və yaradıcı potensialını dünyaya nümayiş etdirmək üçün möhtəşəm bir gündür. İdarəçi planetiniz olan Günəş sizə elə bir cazibə və daxili işıq bəxş edir ki, daxil olduğunuz hər bir məkanda bütün baxışları öz üzərinizə çəkməyi bacaracaqsınız. Bugün özünüzə olan inamınız ən yüksək həddə çatır, lakin ulduzlar xəbərdarlıq edir. Bu parlaqlıq ətrafınızdakı insanların kölgədə qalmasına və ya sizin təkəbbürlü görünmənizə səbəb olmamalıdır. Səxavətli və alicənab tərəfinizi ön plana çıxarmaqla bugün həm seviləcək, həm də böyük uğurlara imza atacaqsınız. Bugün sevgi həyatınızda ehtiras, dram və böyük emosiyalar hakimdir. Münasibəti olan şirlər tərəfdaşlarından tam diqqət və heyranlıq gözləyirlər. Əgər sevdiyiniz insan sizə kifayət qədər qayğı göstərmirsə, bunu böyük bir problemə çevirməyə meyilli ola bilərsiniz. Lakin unutmayın ki, sevgi qarşılıqlı bir axındır. Bugün partnyorunuza onun nə qədər xüsusi olduğunu hiss etdirsəniz, qarşılığını 2 qat alacaqsınız. Bərabər keçirəcəyiniz romantik, dəbdəbəli bir şam yeməyi və ya qəfil bir sürpriz aranızdakı alovu yenidən alovlandıracaq. Subay şirlər üçün isə bugün əsl ov mövsümüdür. Xarizmanız o qədər güclüdür ki, sadəcə bir gülüşünüzlə qarşınızdakı insanı sehrləyə bilərsiniz. Yeni bir tanışlıq, maraqlı bir flört və ya uzun müddətdir diqqətinizdə olan birinin sizə doğru ilk addımı atması bugün tamamilə realdır. Diyaloqlarda özünüzü tərifləməkdən çox, qarşı tərəfi dinləməyə və onun dünyasını kəşf etməyə vaxt ayırsanız, bu flörtün çox tezliklə ciddi və dərin bir eşq hekayəsinə çevriləcəyini görəcəksiniz. İş həyatınızda liderlik keyfiyyətlərinizi və idarəçilik qabiliyyətinizi nümayiş etdirməyin tam zamanıdır. Rəhbərlik etdiyiniz layihələr, irəli sürdüyünüz cəsarətli ideyalar və böhran anlarında soyuqqanlı şəkildə məsuliyyəti üzərinizə götürməyiniz sizi kollektivin gözündə əvəzolunmaz edəcək. Xüsusilə incəsənət, şou biznes, idarə etmə, təşkilatçılıq və ya rəqəmsal media fəaliyyəti ilə məşğul olan şirlər bugün yaradıcılıqlarının pik nöqtəsində olacaqlar. Yeni iş təklifləri və ya mövcud mövqeyinizdə yüksəliş, vəzifə artımı üçün əlverişli danışıqlar aparıla bilər. Lakin komanda işində hər şeyi ən yaxşı mən bilirəm düşüncəsindən uzaq durmalısınız. Həmkarlarınızın və ya tabeliyinizdə olan işçilərin fikirlərini dəyərləndirmək, onlara motivasiya vermək sizin liderlik imicinizi daha da gücləndirəcək. Bugün tənqidlərə qarşı biraz həssas ola bilərsiniz. Unudun ki, konstruktiv tənqidlər sizin işinizi daha da mükəmməlləşdirmək üçün bir alətdir. Sakit və peşəkar qalmaqla bugün qazanan tərəf mütləq siz olacaqsınız. Maliyyə mövzusunda bugün xərcləmə instinktləriniz olduqca yüksəkdir. Genişürəkli və lüksə meyilli təbiətiniz, gözəl geyimlərə, bahalı aksesuarlara və ya dostlarınız üçün edəcəyiniz jestlərə böyük məbləğlər xərcləməyinizə səbəb ola bilər.
Əlbəttə, özünüzü şımartmaq və həyatın dadını çıxarmaq sizin haqqınızdır, lakin büdcənizin gələcək balansını da unutmamağınız vacibdir. Alış-veriş etməzdən əvvəl bir anlıq dayanın və real büdcənizlə istəklərinizi müqayisə edin. Müsbət tərəfi odur ki, bugün yaradıcı fəaliyyətiniz və ya keçmişdə qurduğunuz işgüzar əlaqələr sayəsində yeni və gəlirli maliyyə qapıları açıla bilər. Şəxsi brendinizə investisiya etmək, işinizi böyütmək üçün reklam işlərinə vəsait ayırmaq uzun müddətli perspektivdə sizə böyük qazanclar gətirəcək. Maddi məsələlərdə riskli investisiyalardan və qumar, bəxt oyunları kimi qeyri-müəyyən sahələrdən bugün uzaq durmaq, zəmanətli addımlar atmaq ən doğrusudur. Fiziki olaraq özünüzü çox gümrah və güclü hiss edəcəksiniz. Bədəninizin daxili ateşi yüksəkdir. Lakin şir bürcləri üçün ürək və qan dövranı sistemi, həmçinin bel nahiyəsi hər zaman həssas zonadır. Həddindən artıq fiziki yüklənmələrdən və ağır idman hərəkətlərindən qaçın. Gün ərzində daxili gərginliyi azaltmaq üçün kofein və energetik içkilərin miqdarını minimuma endirmək, onların yerinə bol su və təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək lazımdır. Mental sağlamlığınızı qorumaq üçün egonuzun sizi yormasına icazə verməyin. Daim mükəmməl görünmək və hər kəsi heyran qoymaq məcburiyyətində deyilsiniz. Axşam saatlarında tək qalmaq, daxili səsinizlə söhbət etmək və ya sadəcə sizi heç bir statusunuza görə yox, olduğunuz kimi sevən yaxın ailə üzvlərinizlə vaxt keçirmək ruhunuza əsl məlhəm olacaq. Qız bürcləri üçün 30 iyun 2026-cı il həyatlarındakı xaosu nizama salmaq, dağınıq fikirləri və işləri mükəmməl bir sistemə oturtmaq üçün ideal bir gündür. İdarəçi planetiniz Merkurinin analitik gücü bugün beyninizdəki bütün neyronları hərəkətə gətirir. Hər bir detalı ən xırda bəndinə qədər görmək, analiz etmək və praktiki həllər tapmaq qabiliyyətiniz pik həddədir. Bugün ətrafınızdakı insanlar sizin məsləhətlərinizə və strateji zəkanıza ciddi ehtiyac duya bilərlər. Daxili intizamınız sayəsində həll olunmaz görünən məsələləri uşaq oyuncağına çevirəcəksiniz. Bugün sevgi həyatınızda məntiqlə duyğular arasında mükəmməl bir balans qurmaq istəyəcəksiniz. Münasibəti olan qız bürcləri üçün partnyorun davranışlarını, sözlərini və gələcəyə baxışını analiz etmək ön plana çıxa bilər. Diqqətli olun ki, bu analitik yanaşma qarşı tərəfi mühakimə etməyə və ya hər xırda detaldan eyib axtarmağa çevrilməsin. Sevginizi tənqidlərlə deyil, ona real həyatda göstərdiyiniz qayğı və dəstəklə ifadə edin. Partnyorunuzun sizin köməyinizə və ya sadəcə hüzurverici varlığınıza ehtiyacı ola bilər, onun yanında olun və emosional divarlarınızı biraz aşağı salın. Subay olan qız bürcləri üçün isə bugün intellektual səviyyəsi yüksək, dünya görüşü geniş insanlarla tanışlıq ehtimalı var. Kitab evləri, təlimlər, elmi konferanslar və ya iş mühiti bu tanışlıq üçün zəmin yarada bilər. Kiminsə xarici görünüşündən çox, danışıq tərzi, qrammatikası və hadisələrə yanaşması ağlınızı başınızdan alacaq. İlk baxışda soyuq və əlçatmaz görünsəniz də, qarşı tərəfin sizdə oyatdığı intellektual maraq bu soyuqluğu qırmağa kömək edəcək. Hisslərinizi zaman tanıyın, tələsmədən addım atmaq sizin təbiətinizə ən uyğun olanıdır. İş həyatında bugün tam mənası ilə arxivləri yeniləmə, hesabatları qaydaya salma və gələcək layihələrin planlamasını etmə günüdür. Masanızın üzərindəki dağınıqlıqdan tutmuş, kompüterinizdəki lazımsız fayllara qədər hər şeyi təmizləmək daxili dincliyinizi artıracaq. Layihələrdəki boşluqları tapmaqda və maliyyə risklərini sıfırlamaqda bugün əvəz olunmazsınız. Rəhbərlik sizin bu dəqiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndirəcək. Maliyyə, audit, proqramlaşdırma, tibb və ya təhsil sahəsində çalışan qızlar üçün olduqca məhsuldar bir gündür. Yeganə xəbərdarlıq, perfeksionizm, mükəmməllik xəstəliyi sizi və komandanızı yora bilər. Hər şeyin ideal olmasını gözləyərkən işlərin vaxtını gecikdirmə riskiniz var. Bəzən yaxşı olan, mükəmməl olanın düşmənidir. Bunu unutmayın və işləri axarına buraxmağı da bacarın. Həmkarlarınızın xırda səhvlərinə qarşı daha dözümlü və anlayışlı yanaşmaq iş mühitindəki nüfuzunuzu və sizə olan rəğbəti daha da artıracaq. Maliyyə məsələlərində bugün olduqca praqmatik və hesablısınız. Gəlir və xərclərinizi ən xırda qəpiyinə qədər hesablamaq, büdcə planlaması etmək üçün mükəmməl bir gündür. Fırıldaqçı və ya riskli investisiya təkliflərinə qarşı daxili müdafiə sisteminiz aktivdir. Heç kim bugün sizi aldada bilməz. Uzun müddətdir almaq istədiyiniz, lakin büdcənizə qənaət etdiyiniz bir əşyanı bugün çox sərfəli və endirimli qiymətə tapıb ala bilərsiniz. Bugün edəcəyiniz alış-verişlər emosional deyil, tamamilə ehtiyac yönümlü olacaq. Eviniz, işiniz və ya sağlamlığınız üçün vacib olan alətlərə və ya tibbi sığortaya vəsait ayırmaq uzun müddətli perspektivdə doğru addım olacaq. Maddi durumunuz sabitdir, lakin siz yenə də gələcəyi sığortalamaq üçün yığımlarınızı artırmağa fokuslanacaqsınız.
Pulla bağlı qərarlarınızdakı bu soyuqqanlılıq sizə hər zaman güvənli bir maddi liman bəxş edir. Sağlamlıq baxımından bugün sinir sistemi və həzm orqanları xüsusi diqqət mərkəzində olmalıdır. Hər şeyi ürəyinizə salmaq, daim hər detalı düşünmək mədənizdə gərginlik yarada bilər. Qidalanma rejiminizə ciddi riayət edin. Lifli qidalar, göyərtilər və bitki çayları, xüsusilə nanə və ya çoban yastığı həzm sisteminizi rahatladacaq. Yuxu rejiminizi pozmamağa çalışın, çünki zehni yorğunluğunuz yalnız keyfiyyətli yuxu ilə bərpa oluna bilər. Mental olaraq rahatlamaq üçün detoks metodlarından istifadə edin. Sosial şəbəkələrdən və negativ xəbərlərdən bugün uzaq durmaq ruhunuza böyük hüzur gətirəcək. Axşam saatlarında qısa bir meditasiya, yoga və ya sadəcə klassik bir musiqi sədaları altında dincəlmək beyninizdəki səs-küyü tamamilə azaldacaq. Bədəniniz sizin məbədinizdir, ona qarşı bugün hər zamankından daha şəfqətli olun. Tərəzi. Tərəzilər üçün 30 iyun 2026-cı il daxili tərəzinin qollarını bərabərləşdirmək, həyatın hər bir sahəsində harmoniya, estetik gözəllik və ədalət axtarışını uğurla tamamlamaq üçün unikal bir gündür. İdarəçi planetiniz Veneranın zərif enerjisi bugün ruhunuzu oxşayacaq. Uzun müddətdir davam edən qərarsızlıqlar, hansı yolu seçməliyəm, sualları bugün öz real və məntiqli cavablarını tapır. Ətrafınızdakı insanlarla münasibətlərdə tam bir sülh elan etmək, inciklikləri diplomatik zəka ilə həll etmək üçün kosmik sahə tamamilə sizin xeyrinizə işləyir. Bugün sevgi həyatınızda romantizm və mənəvi tərəfdaşlıq hissi ən yüksək səviyyəyə çatır. Münasibəti olan tərəzilər üçün partnyorları ilə tam bir ruh əkizliyi yaşamaq şansı var. Aranızda olan kiçik inciklikləri və ya anlaşılmazlıqları böyük bir nəzakət, şirin dil və qarşılıqlı güzəştlərlə asanlıqla aradan qaldıra bilərsiniz. Bugün sevdiyiniz insanla bərabər sənət sərgisinə getmək, estetik cəhətdən gözəl bir məkanda vaxt keçirmək və ya sadəcə gələcəyə dair ortaq xəyalları bölüşmək aranızdakı sevgini daha da dərinləşdirəcək. Qarşı tərəfə onun sizin həyatınızdakı yerini vizual və şifahi olaraq hiss etdirməkdən çəkinməyin. Subay olan tərəzi bürcləri üçün isə bugün əsl cazibə mərkəzi olmaq günüdür. İstər geyim tərziniz, istərsə də nitqinizdəki zəriflik ətrafdakıların heyranlığına səbəb olacaq. Sosial mühitlərdə, dost məclislərində və ya rəqəmsal platformalarda qarşınıza çıxacaq yeni bir insan sizdə böyük bir intellektual və emosional maraq oyada bilər. Bu tanışlıq sadə bir dostluq kimi başlasa da, çox qısa zamanda ciddi bir sevgi münasibətinə çevrilmək potensialına malikdir. Qəlbinizin qapılarını yeni hisslərə açın, çünki bugün ulduzlar sizə layiq olduğunuz sevgini bəxş etməyə hazırdır. İş həyatında bugün sizin diplomatik və vasitəçilik bacarıqlarınız ön plana çıxacaq. Kollektiv daxilində yaranan hər hansı bir münaqişəni və ya krizis vəziyyətini ortaq məxrəcə gətirərək həll edən şəxs məhz siz olacaqsınız. Ortaqlıqlar, müqavilələr, müştəri əlaqələri və xüsusilə hüquq, sənət, dizayn, ictimaiyyətlə əlaqələr, para sahəsində çalışan tərəzilər üçün çox uğurlu və məhsuldar bir gündür. İdeyalarınızı təqdim edərkən nümayiş etdirdiyiniz vizual və şifahi estetika rəhbərliyin tam bəyənirini qazanacaq. Yeganə diqqət etməli olduğunuz məqam başqalarını məmnun etmək üçün öz prinsiplərinizdən və ya iş qrafikinizdən güzəştə getməməkdir. Yox deməyi bacarmalısınız, əks halda başqalarının işini görməkdən öz vacib tapşırıqlarınızı çatdıra bilməzsiniz. Bugün karyeranızda yeni bir səhifə açmaq, yeni tərəfdaşlarla işbirliyinə başlamaq üçün ilkin danışıqları aparmaq olduqca uğurlu nəticələr verəcək. Öz peşəkar intuisiyanıza güvənin, maliyyə məsələlərində bugün balans yaratmaq sizin əsas hədəfiniz olmalıdır. Gözəlliyə, sənətə, şəxsi baxıma və dəbə olan marağınız bugün sizi biraz lüzumsuz xərclərə sövq edə bilər. Əlbəttə ki, özünüzü xoşbəxt etmək və vizual imicinizə sərmayə qoymaq gözəldir, lakin büdcənizi çətinliyə salacaq limitləri aşmamağa çalışın. Alış-veriş edərkən qiymət və keyfiyyət balansını doğru qurun. Müsbət tərəfi odur ki, bugün ortaq tərəfdaşlıqlardan, keçmişdə etdiyiniz bir layihədən və ya ailə tərəfindən gələcək maddi dəstəklər sayəsində gəlirlərinizdə artım müşahidə oluna bilər. Əgər maliyyə sahəsində hər hansı bir investisiya planlaşdırırsınızsa, tək başına deyil, güvəndiyiniz bir mütəxəssislə məsləhətləşərək addım atmaq sizin üçün daha zəmanətli olacaq. Pulla bağlı məsələlərdə soyuqqanlı və ədalətli mövqe saxlamaq maddi durumunuzu qoruyacaq. Sağlamlıq baxımından bugün böyrəklər, bel nahiyəsi və bədənin su balansı xüsusi diqqət tələb edir. Gün ərzində mütləq bol su istehlak etməli, həddindən artıq duzlu və bədəndə su tutan qidalardan uzaq durmalısınız. Bel və onurğa nahiyənizdə yarana biləcək ağrıların qarşısını almaq üçün uzun müddət eyni pozisiyada oturmamağa, yüngül bədən məşqləri və gərilmə hərəkətləri etməyə çalışın. Mental olaraq ətrafınızdakı insanların negativ enerjilərini özünüzə çəkməkdən imtina edin.
Başqalarının problemlərini həll etməyə çalışarkən öz daxili hüzurunuzu qurban verməyin. Axşam saatlarında tək qalmaq, bitki çayı içmək və ya sakitləşdirici bir musiqi altında aromaterapiya qəbul etmək ruhunuzu və bədəninizi mükəmməl şəkildə bərpa edəcək. Əqrəb. Əqrəblər üçün 30 iyun 2026-cı il sanki daxili bir intuisiyanın və gizli gücün tamamilə səthə çıxdığı, maskaların düşdüyü və reallıqların çılpaqlığı ilə göründüyü xüsusi bir gündür. İdarəçi planetiniz Plutonun gətirdiyi transformasiya enerjisi bugün sizə qeyri-adi bir regenerasiya, özünü bərpa etmək gücü bəxş edir. Həyatınızda artıq sizə xidmət etməyən yük olan enerjinizi soran nə varsa, istər köhnə bir düşüncə tərzi, istərsə də toksik bir münasibət, ondan bir dəfəlik qurtulmaq üçün daxili cəsarət tapacaqsınız. Heç nəyi yarımçıq buraxmaq istəməyəcəyiniz, hər şeyin kökünə enəcəyiniz bir gündür. Bugün sevgi və emosional əlaqələrinizdə ya tam, ya heç prinsipi hakimdir. Münasibəti olan əqrəb bürcləri üçün tərəfdaşları ilə tam bir mənəvi daxil olma və mütləq sədaqət ehtiyacı ön plana çıxacaq. Qarşı tərəfin sizdən nəsə gizlətdiyini və ya səmimi olmadığını hiss etsəniz, bugün bunu dərin bir araşdırmaya çevirə bilərsiniz. Ulduzlar sizə məsləhət görür ki, daxili qısqanclıq və sahiblənmə duyğularını biraz cilovlayasınız. Şübhələrlə hərəkət etmək əvəzinə partnyorunuzla göz-gözə gələrək ən gizli qorxularınızı belə səmimi şəkildə bölüşün. Bu səmimiyyət aranızdakı ehtirası və güvəni görünməmiş bir səviyyəyə qaldıracaq. Subay əqrəblər üçün isə bugün sirli, maqnit kimi çəkici və dərindən təsir edən enerjilər var. Daxil olduğunuz mühitlərdə səssizliyiniz və baxışlarınızla diqqət mərkəzində olacaqsınız. Qarşınıza çıxacaq yeni bir insanla aranızda anlıq, lakin çox güclü bir karmik bağ yarana bilər. Səthi flörtlər bugün sizin maraq dairənizdə deyil, siz ruhunuzun dərinliklərinə toxunacaq, sizi intellektual və emosional olaraq sarsıdacaq bir eşq axtarırsınız. İlk addımı atmaqdan çəkinməyin, çünki bugün auranız qarşı tərəfi tilsimləmək üçün kifayət qədər güclüdür. İş həyatında bugün strateji zəkanız və böhran idarə etmə bacarığınız sayəsində ən çıxılmaz vəziyyətlərdən belə qalib kimi çıxa bilərsiniz. Hər kəsin təşvişə düşdüyü, layihələrin dayandığı anlarda soyuqqanlılığınızı qoruyaraq daxili rəhbərliyinizi nümayiş etdirəcəksiniz. Xüsusilə araşdırma, analiz, maliyyə, investisiya, psixologiya və ya böyük rəqəmsal layihələr üzərində çalışan əqrəblər üçün bugün böyük uğurlar və hədəfə tam vurmaq şansı var. Gizli qalan məlumatları, rəqiblərinizin zəif nöqtələrini və ya işdəki bəzi boşluqları tapmaqda ustad olacaqsınız, lakin iş mühitində gizli intriqalara və ya güc mübarizələrinə qoşulmaqdan uzaq durun. Kimsə sizin mövqeyinizə göz tikibsə və ya arxanızca iş çevirməyə çalışıbsa, bugün həmin planların hamısı üzə çıxacaq. Haqlı olduğunuz halda belə emosional partlayışlar etmək yerinə faktlarla və peşəkar soyuqqanlılıqla cavab verin. Bu yanaşma sizin rəhbərlik gözündəki etibarınızı və avtoritetinizi daha da sarsılmaz edəcək. Yeni ortaqlıqlar və ya gizli saxlanılan layihələr üçün gözəl bir bünövrə qura bilərsiniz. Maliyyə mövzusunda bugün pulun hərəkətini idarə etmək, investisiya portfelinizi yeniləmək və ya ortaq büdcələri, həyat yoldaşı, ailə və ya şərikli iş, nizama salmaq üçün əla zamandır. Kreditlər, vergilər, sığortalar və ya miras məsələləri ilə bağlı uzun müddətdir gözlədiyiniz bir sənədləşmə işi bugün sizin xeyrinizə həll oluna bilər. Pul qazanmaq məsələsində unikal və kimsənin ağlına gəlməyən alternativ yollar, rəqəmsal layihələrdən gələcək passiv gəlirlər bugün gündəmə gələ bilər. Xərcləmələr baxımından isə daxili instinktləriniz sizi qoruyur. Lazımsız, səthi əşyalara pul xərcləməkdən tamamilə imtina edəcək, yalnız gələcəkdə sizə qazanc gətirəcək və ya daxili güvəninizi artıracaq sahələrə sərmayə qoyacaqsınız. Yenə də diqqətli olun ki, sirli və ya tam araşdırmadığınız riskli rəqəmsal aktivlərə emosional qərarlarla böyük məbləğlər yatırmayasınız. Hesablanmış risklər hər zaman sizin ən böyük dostunuzdur. Fiziki sağlamlığınız bugün daxili enerjinizin yüksək olması sayəsində kifayət qədər güclüdür. Bədəniniz hər hansı bir xəstəliyə qarşı böyük müqavimət göstərir. Lakin əqrəb bürcləri üçün bugün uroloji sistem və çanaq nahiyəsi həssas ola bilər. Soyuq dəymələrə qarşı diqqətli olun. Həmçinin daxilinizdə yığılan və sıxışdırılan emosiyalar, qəzəb, inciklik, bədəndə əzələ gərginliyi və ya daxili narahatlıq yarada bilər. Mental detoks bugün sizin üçün lüks deyil, bir ehtiyacdır. Axşam saatlarında tək qalmaq, idmanla məşğul olaraq bədəndəki negativ enerjini xaric etmək və ya sadəcə dərin bir meditasiya etmək sizə mükəmməl təsir edəcək. İçinizdəki negativ fikirləri kağıza yazaraq yandırmaq və ya tamamilə rəqəmsal dünyadan uzaqlaşıb su səsi altında dincəlmək ruhunuzu yenidən doğulmuş kimi hiss etdirəcək. Ox atan.
Oxatanlar üçün 30 iyun 2026-cı il üfüqləri genişləndirmək, daxili azadlığı hiss etmək və yeni macəralara doğru addımlamaq üçün vizyoner bir gündür. İdarəçi planetiniz olan Yupiterin genişləndirici, şanslı və optimist enerjisi bugün ruhunuzu tamamilə bürüyəcək. Uzun müddətdir sizi sıxan rəsmiyyətdən, məişət qayğılarından və dar çərçivələrdən çıxmaq istəyiniz pik həddə çatır. Bugün həyata böyük fəlsəfi pəncərədən baxacaq, kiçik problemlərə baş qoşmayacaqsınız. Kosmik şans sizə inanılmaz bir inam və gələcəyə dair böyük ümidlər bəxş edir. Bugün sevgi həyatınızda azadlıq, dürüstlük və intellektual tərəfdaşlıq ən vacib kriteriyalardır. Münasibəti olan oxatan bürcləri üçün partnyorları ilə birlikdə yeni yerlər kəşf etmək, səyahət planları qurmaq və ya fəlsəfi, elmi mövzularda dərin dialoqlar aparmaq aralarındakı bağı yenidən canlandıracaq. Qarşı tərəfin sizi qısqanclıqla boğmasına və ya çərçivəyə salmasına bugün dözümünüz sıfıra bərabər ola bilər. Ona görə də tərəfdaşınıza sizə biraz şəxsi məkan tanımasının münasibətinizə necə müsbət təsir edəcəyini səmimi və şirin dillə izah edin. Azad buraxılan oxatan hər zaman öz yuvasına daha böyük sevgi ilə qayıdır. Subay oxatanlar üçün isə bugün əsl sosiallaşma və vizual olaraq fərqlənmə günüdür. Xüsusilə xarici dillər öyrəndiyiniz mühitlər, səyahətlər, universitetlər və ya beynəlxalq onlayn platformalar tamamilə fərqli mədəniyyətdən olan bir insanla yollarınızın kəsişməsinə səbəb ola bilər. Kiminsə fərqli dünya görüşü, aksenti və ya həyat tərzi sizdə böyük bir maraq oyadacaq. Flörtlərdə olduqca dürüst və səmimisiniz, oyunlar oynamaq sizin tərziniz deyil. Hisslərinizi necə var, elə də ifadə edin, daxili pozitivliyiniz qarşı tərəfi maqnit kimi özünə çəkəcək. İş və təhsil həyatında bugün böyük layihələr irəli sürmək, uzaq perspektivli strateji planlar qurmaq və beynəlxalq əməkdaşlıqlara başlamaq üçün möhtəşəm bir zamandır. Vizyonunuz o qədər genişdir ki, həmkarlarınızın ağlına belə gəlməyən böyük rəqəmsal ideyaları və ya ticarət strategiyalarını rəhbərliyə təqdim edə bilərsiniz. Xüsusilə turizm, təhsil, media, beynəlxalq ticarət, hüquq və ya rəqəmsal məzmun yaradıcılığı sahələrində çalışan oxatanlar bugün böyük qapıların açıldığını görə bilərlər. Motivasiyanız ətrafdakı insanlara da sirayət edəcək və komanda lideri kimi parlayacaqsınız. Yeganə xəbərdarlıq, detalları gözaltı etmək riskiniz var. Siz böyük şəklə fokuslanarkən, bürokratik və ya maliyyə xarakterli xırda bəndlər unudula bilər. Bugün hər hansı bir rəsmi sənəd, müqavilə imzalayarkən və ya büdcə hesablayarkən yanınızda analitik zəkası güclü olan birindən, məsələn, bir qız və ya buğa bürcündən dəstək almaq sizi gələcək səhvlərdən sığortalayacaq. Tələsik qərarlardan uzaq durun və ideyalarınızın real bünövrəyə oturmasına icazə verin. Maliyyə məsələlərində bugün ulduzlar sizə ehtiyatlı optimizm tövsiyə edir. Yupiterin təsiri ilə daxilinizdə pul necə olsa gələcək düşüncəsi yarana bilər və bu da sizi böyük, bəzən isə lüzumsuz xərclərə sürükləyə bilər. Xüsusilə səyahət biletləri, bahalı təlimlər, kitablar və ya xaricdən sifariş edəcəyiniz əşyalar üçün büdcənizdən kənara çıxa bilərsiniz. Şübhəsiz ki, öz inkişafınıza və təhsilinizə qoyduğunuz sərmayə ən doğru xərcdir, lakin bunu da aylıq gəlir çıxar balansınızı pozmadan etməlisiniz. Müsbət tərəfi odur ki, bugün xarici layihələrdən, onlayn fəaliyyətlərdən və ya keçmişdə qurduğunuz bir iş birliyindən gözlənilməz gəlirlər əldə edə bilərsiniz. İnvestisiya etmək istəyirsinizsə, innovativ və gələcəyi olan sahələrə yönəlmək uzun müddətli perspektivdə sizə böyük dividendlər gətirəcək. Maddi risklərə girməzdən əvvəl emosiyalarla deyil, real baza göstəriciləri ilə hərəkət etmək bugünkü əsas iqtisadi prinsipiniz olmalıdır. Fiziki olaraq enerjiniz və həyat eşqiniz kifayət qədər yüksəkdir. Bədəninizin müqaviməti və dözümlülüyü sizi gün boyu gümrah saxlayacaq. Lakin oxatan bürcləri üçün qaraciyər, bud və omba nahiyələri hər zaman həssasdır. Bugün qidalanmada həddindən artıq yağlı, acı və ya spirtli qidalardan, həmçinin qaraciyəri yoracaq kimyəvi qatqılardan uzaq durmaq vacibdir. Bol su istehlakı bədəninizin detoks prosesini sürətləndirəcək, mental olaraq rahatlamaq üçün hərəkətdə olmaq sizə təbiətdə sakit oturmaqdan daha yaxşı təsir edir. Axşam saatlarında təmiz havada sürətli gəzinti, qaçış və ya velosiped sürmək bədəninizdəki bütün stressi sıfırlayacaq. Ruhunuzu dinləndirmək üçün gələcək səyahətlərinizin xəritəsini cızmaq və ya tamamilə fərqli bir fəlsəfi kitab oxumaq sizə daxili dinclik və böyük bir ilham bəxş edəcək. Oğlaq. Oğlaqlar üçün 30 iyun 2026-cı il uzun müddətdir çəkilən zəhmətlərin, göstərilən daxili intizamın və qurulan strateji hədəflərin real nəticələrini görmək üçün mükəmməl bir gündür. İdarəçi planetiniz Saturnun sarsılmaz gücü sizə böyük bir soyuqqanlılıq və hadisələrə tamamilə realist prizmadan baxmaq qabiliyyəti bəxş edir.
Bugün müvəqqəti və keçici həvəslər sizin diqqətinizi yayındıra bilməz, siz birbaşa olaraq gələcəyinizi sığortalayacaq uzun müddətli addımlara fokuslanacaqsınız. Özünüzü hər zamankından daha yetkin, güclü və məsuliyyətli hiss edəcəyiniz bir gündür. Bugün sevgi həyatınızda emosional şovlardan və boş vədlərdən uzaq, tamamilə real, etibarlı və dürüst münasibətlər axtarışındasınız. Münasibəti olan oğlaqlar üçün partnyorları ilə gələcək həyat planlarını, maddi hədəfləri və bəlkə də rəsmi nikah məsələlərini ciddi şəkildə müzakirə etmək üçün ideal zamandır. Siz hisslərinizi hər dəqiqə "səni sevirəm" deyərək deyil, qarşı tərəfin həyatını asanlaşdıraraq, ona arxa duraraq göstərirsiniz. Partnyorunuz bugün sizin bu güvənverici varlığınızı hər zamankından daha dərindən hiss edəcək və dəyərləndirəcək. Subay olan oğlaqlar üçün isə bugün ciddi və ağırbaşlı təbiətinizin ətrafdakı insanların diqqətini çəkəcəyi bir gündür. İş mühiti, rəsmi qurumlar və ya karyera ilə bağlı keçirilən tədbirlər yeni bir tanışlığa zəmin yarada bilər. Qarşınıza çıxacaq insanın statusu, həyata baxışı və məsuliyyət hissi sizin standartlarınıza tam cavab verə bilər. Səthi flörtlər və anlıq macəralar bugün sizə maraqlı deyil, siz həyatınızı bölüşə biləcəyiniz, bərabər imperiya qura biləcəyiniz bir güclü xarakter axtarırsınız. Divarlarınızı biraz aşağı salın və qarşı tərəfin sizə yaxınlaşmasına icazə verin. Karyera mövzusunda bugün sizin üçün əsl zəfər günü ola bilər. Professional həyatda nümayiş etdirdiyiniz dəqiqlik, layihələri vaxtında və qüsursuz təhvil verməyiniz rəhbərliyin və ya mühüm tərəfdaşların tam diqqətindədir. Əgər vəzifə artımı, maaş müzakirəsi və ya yeni bir layihənin rəhbərliyini öz üzərinizə götürmək istəyirsinizsə, bugün həmin danışıqları aparmaq üçün planetlər sizə tam dəstək verir. Xüsusilə idarə etmə, tikinti, maliyyə, dövlət sektorları və ya müstəqil rəqəmsal layihələrlə məşğul olan oğlaqlar üçün olduqca məhsuldar bir gündür. Yeganə diqqət etməli olduğunuz məqam işi tamamilə həyatınızın mərkəzinə qoyub, ətrafınızdakı insanlara qarşı həddindən artıq tələbkar və soyuq davranmamaqdır. Komanda üzvlərinizin sizin sürətinizə və intizamınıza çata bilməməsi normaldır, onlara qarşı mühakimə edici deyil, öyrədici bir lider kimi yanaşın. İş yükünün hamısını tək başına çəkməyə çalışmayın, səlahiyyətləri bölüşdürün. Bu, həm sizin işinizi yüngülləşdirəcək, həm də kollektivdəki nüfuzunuzu daha da möhkəmləndirəcək. Maliyyə məsələlərində bugün Zodiak'in ən etibarlı və hesablı bürcü rolundasınız. Gəlir-çıxar balansınızı mükəmməl şəkildə idarə edəcək, gələcək investisiyalarınız üçün real büdcə cızacaqsınız. Daşınmaz əmlak, torpaq və ya uzun müddətli dövlət istiqrazları kimi zəmanətli sahələrə sərmayə qoymaq planınız varsa, bugün hüquqi araşdırmalar etmək və ya ilkin depozitlər qoymaq üçün çox uğurludur. Maddi vəziyyətinizi sığortalamaq daxili dincliyiniz üçün hər şeydən vacibdir. Bugün lazımsız, estetik olaraq gözəl görünsə də heç bir funksiyası olmayan əşyalara pul xərcləməkdən qətiyyətlə imtina edəcəksiniz. Alacağınız hər bir şeyin uzun ömürlü və keyfiyyətli olmasına üstünlük verəcəksiniz. Köhnə bir borcun qaytarılması və ya işdə göstərdiyiniz xüsusi fəallığa görə əlavə bir maddi mükafatın gündəmə gəlməsi cibinizi sevindirə bilər. Pulla bağlı qərarlarınızdakı bu soyuqqanlılıq və strateji baxış sizi hər zaman maddi böhranlardan uzaq tutur. Fiziki olaraq bədəniniz olduqca dözümlü və güclüdür. Lakin oğlaq bürcləri üçün sümüklər, oynaqlar, dişlər və diz nahiyəsi hər zaman xüsusi diqqət tələb edir. Bugün kalsiyum və vitamin balansınıza diqqət yetirin. Gün ərzində kompüter qarşısında çox oturduğunuz zaman qamətinizə, onurğanıza diqqət edin, mütləq qısa fasilələr verib hərəkət edin. Həddindən artıq fiziki iş görmək əzələlərinizdə qıcolmalar yarada bilər, bədəninizi həddindən artıq yükləməyin. Mental olaraq çiyinlərinizə götürdüyünüz böyük məsuliyyətlərin yaratdığı daxili gərginliyi azaltmağın vaxtıdır. Dünyanı tək başına xilas etmək məcburiyyətində deyilsiniz. Axşam saatlarında rəqəmsal dünyadan və iş maillərindən tamamilə uzaqlaşın. İlıq bir duş, yüngül bir gərilmə, dartınma, məşqi və ya sadəcə hüzurlu bir sükut mühitində tək qalmaq zehninizdəki bütün gərginliyi sıfırlayacaq. Ruhunuzu dincəltmək üçün özünüzə biraz zaman tanıyın. Dolça. Dolçalar üçün 30 iyun 2026 il sanki gələcəkdən gələn bir ideya qığılcımının bugünə düşməsi kimi bir hiss bəxş edəcək. İdarəçi planetiniz Uranın innovativ, sərbəst və radikal enerjisi bugün sizi adi çərçivələrdən və qəlibləşmiş qaydalardan tamamilə çıxaracaq. Zehniniz sanki hamıdan bir neçə addım öndə işləyir. Bugün cəmiyyətin, dostlarınızın və ya iş mühitinin sizə diktə etdiyi standartları sorğulayacaq, öz unikal yolunuzu cızmaq üçün böyük bir daxili azadlıq hiss edəcəksiniz. İntellektual gücünüzün, fərdiliyinizin və insanlığa olan sevginizin pik nöqtəsindəsiniz. Bugün sevgi həyatınızda hər şeydən əvvəl intellektual harmoniya və dostluq bağı axtaracaqsınız.
Münasibəti olan dolçalar üçün partnyorları ilə eyni zamanda ən yaxın dost ola bilmək hissi ön plana çıxacaq. Bugün sevdiyiniz insanla sadəcə romantik sözlər bölüşmək sizə kifayət etməyə bilər, siz onunla texnologiya, fəlsəfə, kosmos və ya cəmiyyətdə baş verən qlobal hadisələr haqqında uzun-uzadı müzakirələr aparmaq istəyəcəksiniz. Tərəfdaşınızın sizin sərbəst düşüncələrinizə və şəxsi məkanınıza hörmətlə yanaşması aranızdakı sevgini daha da alovlandıracaq. Ona qarşı dürüst və tamamilə maskasız olun, çünki sizin səmimiyyətiniz ən böyük cazibənizdir. Subay olan dolça bürcləri üçün isə bugün rəqəmsal platformalar, elmi və ya texnoloji icmalar, sosial yardım layihələri yeni bir tanışlıq üçün unikal mühit yaradır. Tamamilə gözlənilməz bir onlayn qrupda və ya dost məclisində fərqli, qeyri-adi dünya görüşü olan bir insanla yollarınız kəsişə bilər. Sizi xarici görünüşdən daha çox qarşı tərəfin beyninin daxili strukturu və orijinal ideyaları cəlb edəcək. Flörtlərdə standart qaydalara tabi olmaqdan nifrət etdiyiniz üçün tamamilə öz tərzinizdə, bəlkə də biraz çılğın bir ünsiyyət quracaqsınız. Özünüzü məhdudlaşdırmayın, ulduzlar sizin bu fərqli auranızı tam dəstəkləyir. İş həyatınızda bugün tam bir innovator və beyin fırtınası ustadı kimi çıxış edəcəksiniz. Hər kəsin köhnə üsullarla həll etməyə çalışdığı problemlərə siz tamamilə fərqli, rəqəmsal və yaradıcı həllər təklif edərək hər kəsi təəccübləndirə bilərsiniz. Xüsusilə IT sektoru, proqramlaşdırma, rəqəmsal məzmun yaradıcılığı, elm, astrologiya və ya sosial layihələrlə məğul olan dolçalar üçün bugün böyük sıçrayışlar gətirə bilər. Komanda işlərində insanları ortaq bir ideya ətrafında toplamaq bacarığınız rəhbərliyin xüsusi diqqətini çəkəcək. Şəxsi brendinizi vizual və intellektual olaraq ön plana çıxarmaq üçün əla zamandır. Yeganə diqqət etməli olduğunuz məqam ənənəvi və mühafizəkar düşünən insanlarla daxili münaqişələrə girməməkdir. İş yerində köhnə qaydalara kör-körənə bağlı olan rəhbərlər və ya həmkarlar sizin vizyoner ideyalarınızı ilk baxışda anlamaqda çətinlik çəkə bilərlər. Onlara qarşı üsyankar deyil, səbirlə və faktlarla ideyanızın praktiki tərəflərini göstərərək yanaşın. Strategiyanızı sülh və məntiqlə qursanız, günün sonunda öz layihələrinizi qəbul etdirə biləcəksiniz. Enerjinizi boş mübahisələrə xərcləməyin, vizyonunuza fokuslanın. Maliyyə sahəsində bugün gəlir mənbələrinizi rəqəmsallaşdırmaq, alternativ qazanc yolları tapmaq və ya innovativ texnologiyalara investisiya etmək fikirləri beyninizi məşğul edə bilər. Sosial media layihələri, internet üzərindən görülən işlər və ya dostlarınızla ortaq qurduğunuz bir startup ideyası sizə gözlənilməz maddi daxil olmalar və ya ən azından gələcəyə yönəlik çox gəlirli qapılar aça bilər. Maddi azadlığınızı qazanmaq üçün risk etməkdən qorxmursunuz, lakin bu risklərin arxasında mütləq bir məntiq dayanmalıdır. Digər tərəfdən qeyri-adi texnoloji gadjetlərə, proqram təminatlarına və ya onlayn kurslara qəfil və böyük pullar xərcləməyə meyilli ola bilərsiniz. Alış-veriş etməzdən əvvəl büdcənizin ümumi mənzərəsini göz önünə gətirin. Bugün hər hansı bir investisiya etmək və ya maliyyə müqaviləsi imzalamaq istəyirsinizsə, emosional və ya anlıq həvəslərlə deyil, bazarı dərindən analiz edərək addım atın. İntuisiyanız güclüdür, lakin rəqəmlərlə hərəkət etmək sizi hər zaman daha təhlükəsiz zonada saxlayacaq. Fiziki olaraq özünüzü gümrah hiss etsəniz də, zehni yüklənmə bugün sinir sisteminizdə və yuxu rejiminizdə müəyyən pozuntular yarada bilər. Beyninizdə fırlanan yüzlərlə fikir gecə saatlarında yuxuya getməyinizi çətinləşdirə bilər. Dolça bürcləri üçün qan dövranı və topuq, baldır nahiyələri bugün daha həssasdır. Uzun müddət hərəkətsiz qalmaqdan qaçın, iş zamanı mütləq qısa gəzintilər edin və bədəninizin limfa sistemini aktivləşdirmək üçün bol su için, mental sağlamlığınızı qorumaq üçün bugün rəqəmsal detoks etmək sizə hava və su kimi lazımdır. Axşam saatlarında ən azı 1-2 saatlıq telefon və kompüter ekranlarından uzaq durun. Təmiz havada, bəlkə də ulduzlu gökyüzünə baxaraq qısa bir yürüyüş etmək, sakitləşdirici bitki çayları, melissa və ya lavanda qəbul etmək bədəninizdəki və zehninizdəki bütün gərginliyi sıfırlayacaq. Ruhunuzu dincəltmək üçün özünüzü azad buraxın. Balıqlar. Balıqlar üçün 30 iyun 2026 il sanki daxili dünyanızın rənglərinin kətan üzərinə töküldüyü, xəyallarla reallıqların bir-birinə qarışdığı mistik və sehirli bir gün olacaq. İdarəçi planetiniz Neptunun sonsuz və emosional enerjisi bugün intuisiyanızı kosmik bir səviyyəyə qaldırır. Ətrafınızdakı hadisələrin pərdə arxasını görmək, insanların daxili ağrılarını və sevinclərini sözsüz hiss etmək qabiliyyətiniz bugün sizə unikal bir mənəvi güc bəxş edir. Bugün məntiqin bəzən aciz qaldığı məqamlarda sadəcə qəlbinizin səsinə qulaq asaraq ən doğru yolu tapacaqsınız.
Ruhunuzun yaradıcı və şəfqətli tərəfi bugün sizin ən böyük rəhbərinizdir. Bugün sevgi həyatınızda tam mənası ilə nağılsı, romantik və dərin emosional bağlar hakimdir. Münasibəti olan balıqlar üçün partnyorları ilə sözsüz anlaşma, baxışlarla səmimi bir dialoq qurma şansı var. Aranızda keçmişdə yaranmış inciklikləri böyük bir şəfqət, bağışlama və sevgi ilə tamamilə əridə bilərsiniz. Bugün sevdiyiniz insana ruhunuzun ən incə tərəflərini açmaq, bərabər dəniz kənarında gəzintiyə çıxmaq və ya sakit bir musiqi sədası altında sadəcə varlığından zövq almaq aranızdakı bağı sarsılmaz edəcək. Hisslərinizi gizlətməyin, səmimiyyətiniz qarşı tərəfi tamamilə fəth edəcək. Subay olan balıqlar üçün isə bugün eşq aləmində gözlənilməz, bəlkə də biraz karmik tanışlıqlar vəd edir. İncəsənət mühiti, yaradıcılıq emalatxanaları, onlayn musiqi platformaları və ya tamamilə qəfil bir qarşılaşma həyatınızın eşqi ilə yollarınızın kəsişməsinə səbəb ola bilər. Siz qarşınızdakı insanın sadəcə xarici görkəminə deyil, ruhunun dərinliyinə aşiq olursunuz. Flörtlərdə utancaq və zərif tərəfiniz qarşı tərəfdə böyük bir qoruma və sahiblənmə hissi oyadacaq. Yeganə xəbərdarlıq, qarşınızdakı insanı xəyalınızda həddindən artıq ideallaşdırıb, sonradan məyus olmamaq üçün real xüsusiyyətlərini gözaltı etməyin. Hisslərinizə zaman tanıyın, axın sizi mütləq doğru limana aparacaq. İş həyatınızda bugün yaradıcı təxəyyülünüz və unikal baxış bucağınız sayəsində parlayacaqsınız. Standart və rutin tapşırıqlar sizi yorsa da vizual dizayn, rəqəmsal məzmun yaradıcılığı, musiqi, psixologiya, rəngkarlıq və ya insanlara yardım sahələrində çalışan balıqlar üçün bugün böyük bir ilham və uğur gətirəcək. Beyninizdə cızdığınız ssenarilər və ya layihə ideyaları ətrafınızdakı insanların və rəhbərliyin heyranlığına səbəb ola bilər. Krizis anlarında göstərdiyiniz empatiya və insanları sakitləşdirmə bacarığı sizi komandanın mənəvi liderinə çevirəcək, lakin iş mühitində praktik və realist olmaq bugünün əsas imtahanıdır. Xəyallara qapılıb rəsmi sənədlərin, maillərin cavablandırılmasını və ya vacib iş görüşmələrinin vaxtını unuda bilərsiniz. İş qrafikinizi mütləq vizual bir siyahıya salın və saatlara riayət etməyə çalışın. Həmçinin iş yerində kiminsə negativ enerjisini və ya uğursuzluğunun gərginliyini öz üzərinizə yükləməyin. Peşəkar sərhədlərinizi qorumağı bacarın. Bugün gələcəyə yönəlik böyük yaradıcı layihələrin ilkin eskizlərini hazırlamaq üçün kosmik enerji tamamilə sizin tərəfinizdədir. Maliyyə məsələlərində bugün instinktləriniz olduqca güclüdür. Lakin pulla bağlı qərarlar verərkən tamamilə emosional davranmaqdan qaçmalısınız. Yaradıcı fəaliyyətiniz, internet üzərindən etdiyiniz paylaşımlar və ya sənət layihələriniz sayəsində gözlənilməz maddi daxil olmalar və ya hədiyyələr gündəmə gələ bilər. Gəlirlərinizi artırmaq üçün fərqli və unikal yollar tapmaqda bugün çox uğurlusunuz. Digər tərəfdən emosional boşluqları doldurmaq və ya anlıq keyfinizi qaldırmaq üçün xeyriyyəçilik məqsədilə yaxud estetik və mistik əşyalara, məsələn, kitablar, rəsmlər, musiqi alətləri, büdcənizdən kənara çıxan məbləğlər xərcləyə bilərsiniz. Əlbəttə, ruhunuzu bəsləyən şeylərə və ehtiyacı olanlara pul ayırmaq alicənablıqdır, lakin öz maddi təhlükəsizliyinizi də unutmamalısınız. Alış-veriş etməzdən əvvəl, bu xərc mənim aylıq balansımı pozacaq, sualını özünüzə verin. Pulla bağlı mövzularda ayaqlarınızın yerə möhkəm basmasına icazə verin. Sağlamlıq baxımından bugün balıqlar bürcləri üçün ayaqlar, limfa sistemi və bədənin immun mexanizmi xüsusi diqqət tələb edir. Gün ərzində bədəninizdə su toplanmasının, şişkinliyin qarşısını almaq üçün bol su için və duz istehlakını minimuma endirin. Ayaqlarınızı yoracaq ağır hərəkətlərdən qaçın, rahat ayaqqabılara üstünlük verin. Həmçinin bədəninizin ətrafdakı negativ enerjilərə qarşı biraz həssas olduğunu hiss edə bilərsiniz. Buna görə də izdihamlı və gərgin mühitlərdən uzaq durmaq faydalıdır. Mental rahatlıq tapmaq üçün suyun və musiqinin möcüzəvi gücündən istifadə edin. Axşam saatlarında dəniz kənarında gəzintiyə çıxmaq, ilıq və aromatik yağlarla zənginləşdirilmiş bir duş qəbul etmək, yaxud sadəcə sakitləşdirici səs tezlikləri, məsələn, təbiət səsləri, dinləmək zehninizdəki bütün yorğunluğu yuyub aparacaq. Ruhunuzu dincəltmək üçün özünüzü mühakimə etməyi dayandırın və həyatın axarına güvənin.